Bizə deyir 2, 3 dimetil butan verib. Gəlin yazaq. Butan deyirsə 4 karbonumuz var və 2-də 3-də də karbonlarımız var. Bunlar da hidrogenlə bəzəyək. CH3, 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 CH3. Bu birinci maddədir. Belə deyək. İkinci maddəyə baxaq. 2-4 dimetil pentan verib. Pentan deyirsə gəlin 5 karbonu yazıram mən bura. Və 2 ilə 4-də də bizim metillərimiz var. Hidrogenlə bəzəyirəm. CH, CH2, CH, CH3, CH3. Bunları yazdım. 2 izopropil radikalının birləşməsindən bu aiddir 2-3 dimetil butana. Çünki baxın, belə bölsəm 2 dənə izopropil radikalı çıxır 1,7-1-ə. İzopropil və izobutil radikalı. Gəlin baxaq. Buradan bunu bölsəm, yəni burada 1, 2, 3 bu izobutil radikalıdır. Bu da izopropildir. Yəni 2 aiddir 2-yə. Molekulunda 4 birli karbon atomu var. Yəni 4 birli karbon atomu 1, 2, 3, 4 dənə birli. 1, 2, 3, yəni CH3'də 4 dənə birli. Yəni 3, 3'ə aid olacaq. Molekulunda bir metilen. Metilen qrupu CH2'dir. Yəni burada birincidə yoxdur, ikincidə var. Yəni 4'də aiddir 2'yə 1, 1'ə 1, 2'yə 2, 4, 3'ə də 3. 2, 4, 3 cavabımız A var.